Telefonun efirində Azərbaycan Voleybol Mərkəzindən canlı yayımıza başlayırıq və artıq çempionatımızda final mərhələsi heyecanı başlayıb. Yarım final mərhələsində 3-cü dövrənin ilk olan əsasən 1-ci, 4-cü yer tutan komandalar müəyyənləşdirilir və yarım final mərhələsində 1-ci yer tutan komanda 4-cü ilə, 2-ci yer tutan komanda 3-cü yerlə yarışır və dövlət himnini səslənir. Dövlət himnimiz səsləndi. Azərbaycan Voleybol Mərkəzində və artıq bir qədər sonra görüş başlayacaq. Rabitə və Azər-Rel komandaları əvvəlcə qarşılaşırlar. Qeydim ki, Rabitə hazırda 3-cü dövrənin ilk olan əsasən 1-cidir. Azər-Rel isə 4-cü pillədə qərarlaşıb. Ona görə bu komandalar indi üz-üzə gəlirlər. Və heyətlər ekranlarınıza gəlirsə tamaşaçılar, Azər-Rel komandasının heyəti hazırda sizə nümayiş etdirilir. Və qeydim ki, bu komandaların yarışları 2 qələbəyədir. Yəni aradakı fərq 2 qələbə olana qədər davam edir və təbii ki, çempionu müəyyənləşdirmək üçün bu sistemdən istifadə olunur və hazırda Rabitə komandasının heyəti sizə nümayiş etdirildi. Qeydim ki, bugün eyni zamanda Azəryol və İqtisadçı komandalara qarşılaşacaqlar. Yarım final mərhələsinin 1-ci oyunları keçirilir. Azəryol 2-ci olmuşdu bildiyiniz kimi, 3-cü dövrənin ilk olan əsasən İqtisadçı 3-cü olmuşdu və bu komandalar indi bir-birlərlə üz-üzə gələcəklər. Rabitə isə 4-cü olan Azər-Rel ilə indi münasibətləri aydınlaşdıracaq. Təbii ki, bu sistemdən bir sıra ölkələrdə istifadə olunur və eyni zamanda xatırladım ki, Amerika Milli Basketbol Asosiasiyasında da belə bir sistem var. Çempionu müəyyənləşdirmək üçün aradakı fərq hesablanır. Komandaların öz aralarında keçirdiyi oyunlardan sonra çempion müəyyənləşir və hazırda Azərbaycan Süper Liqasında da belə bir yarış sistemindən istifadə olunur. İlk 4-lük çempionluq uğrunda mübarizə aparırlar. Həmçinin futbolu da bu cür sistemdən istifadə olunur. Aleksandr Çervyakov ekranlarınıza gəlirsə tamaşaçılar, Azər-Rel komandasının baş məşqçisi. Azər-Rel niyyəti bu cürdür. 3 Anastasiyya Qurbanova, 4 Gvendolen Ruker, 5 Yelena Parxomenko, 6 Ayşən Əbdülazimova, 7 Lora Kitipova, 8 Ülker Kərimova, 9 Eska Robles, 10 Duşanka Karic, 11 Katerina Jitkova, 12 Şəfaqət Həbibova, 15 Aynur Kərimova və 16 Aksana Kiselyova. Komandanın baş məşqçisi Aleksandr Çervyakovdur. Rabitənin heyəti isə bu cürdə 15 Saniya Staroviç, komandanın kapitanı 5 Natasha Kırsmanoviç, 17 Katarzyna Skavronska, 18 Dora Dikson və 2 Yana Doroshenko. Komandanın baş məşqçisi Eldar Yusubovdur və artıq görüş başlayır. Eldar Zülfüqarov qarşılaşmanın əsas hakimidir. Eldar Əliyev qarşılaşmanın ikinci referisidir. Görüş başlayır. Rabitə voleybolçuları ilk hücum olurdular, ancaq zərbə effektli alınmır. Skavronska daha bir cəhd olacaq. Qüvvətli zərbə və blok out. Rachel Rourke ilk xalı Rabitə komandasına qazandırır. Çox qüvvətli zərbə endirilmişdi və top bloka deyərək meydandan çıxır.
dərhal Azərbaycan komandası hesabı bərabərləşdirir. Daha doğrusu ikinci xal da Rabitəyə verilir. Skavronska isə indi səhvə yol verdi və hesab 1-2 olur. Daha bir səhv Rabitə voleybolçularından hesab bərabərdir. 2-2. Jitkova servisi yerinə yetirir. O da səhvi yol verən voleybolçu olur. Və hesab 3-2 oldu. Rabitə. Hesab hazırda 3-2'dir. Və 4-cü xal. Krsmanoviç servislə komandasına 4-cü xalı qazandırır. Natasha Krsmanoviç Serbiya millisinin üzvüdür. Voleybol üzrə Serbiya seçməsinin əsas heyət üzvlərindən biridir bu voleybolçu. Jitkovanın ötürməsi heç də yaxşı alınmır. Tomko. Daha bir hücum Rabitə komandasından. Kitipova topu götürə bilir və Anastasiya Qurbanova komandasına 3-cü xalı qazandırdı. 3-4. Çox gərgin mübarizə izləyirik ilk dəqiqələrdən qarşılaşmada. Təbii ki, burada artıq oyunların əhəmiyyəti daha da vacibdir. Ayşən Abdüləzimova topu oyuna daxil etdi. Qısa ötürmə. Top geri qaytarılır. Daha bir cəhd. Və hesab bərabərləşir. Dušanka Karic. Blokda həm yaxşı oynadı, həm də eyni zamanda blokdan sonra hücumu davam elətdirdi. Nəticədə rəqibi səhvə yol verməyə məcbur etdi. Aleksandr Çervyakov ayaq üstə görüşü diqqətlə izləyir. Skavronska, Tomkom ötürmə edilir, ancaq yenə zərbənin qarşısı alındı Jitkova tərəfindən. Anastasiya Qurbanovanın zərbəsi dəf olunur. Ancaq hücum davam edə bilər. Düzdür, istənilən effekti alınmadı bu hücum. Daha bir zərbə Rachel Rock'dan, ancaq yenə blok yaxşı təsir bağışlayır və Azərbaycan hesabda irəli çıxır. 5-4. Ayşən Abdüləzimova top meydandan kənarda yerə düşür. Hesab bərabərləşdi yenə 5-5. İlk hissənin ilk anlarından etibarən çox maraqlı mübarizənin şahidi olaraq Azərbaycan voleybol mərkəzində. Rock servisi yerinə yetirir, ancaq hücum istənilən kimi alınmadı. Azərbaycan komandasında əvəzində hücumu xalla yekunlaşdıran Tetori Dixon olur. Rabitənin heyətində səhvdən maksimum yararlandı. Rabitə komandasının 6 nömrəli voleybolçusu. Bu mövsüm Çempionlar Liqasında paytaxtımızda keçirilən dördlər finalında Rabitə komandası bürünc medalları qazandı. Və təbii ki, Super Liqanın da aşkar favoriti göstərilir. Rabitə son illərdə Azərbaycan voleybolundakı ən güclü komanda məhz Rabitə sayılır. Hesab hazırda 7-5'dir. Rabitə voleybolçuları əldirlər. Rachel Rock çox qüvvətli zərbə. Laura Kitipova qüvvətli zərbə. Dušanka Karic fərqi minimuma endirir. Azərbaycan voleybolunun flagmanı sayılır. Bu komanda ilə voleybolumuzda klub yarışlarında biz ilk uğurlar görmüşük. Və təbii ki, hazırda Rabitənin eyni zamanda iqtisadçı və Azəryol komandalarının çempionatımızda olması Azərbaycan Super Liqasının daha da maraqlı olmasına, gərgin çempionatlardan biri sayılmasına gətirib çıxarır. Hazırda hesab 8-6'dır və Rabitə 2 xal fərqlə üstün yollanır texniki fasiləyə.
Texniki fasilə başa çatdı və Aurea Cruz Rabitə komandasının voleybolçusu topu oyuna daxil edir. Silyova topu yaxşı qəbul edə bilmir, ancaq top Azərreyl voleybolçularında qaldı. Aldadıcı çox yaxşı oynayır Duşanka Karic. Hazırda Azərreyl heyətində hücumda ən yaxşı oyunu nümayiş etdirən voleybolçudur Duşanka Karic. 10 nömrəli oyuncu Duşanka Karic Serbiyalı voleybolçudur və onun qeyd edim ki 28 yaşı var. Karic özü servisi yerinə yetirir. Çox effektli bir servis və nəticədə hesab bərabərdir. 8-8. Karic. Cruz. Tomkon. Daha bir cəhd ola bilər. Skavronska 9-cu xalı qazandırır komandasına. Polşalı voleybolçu Katarzyna Eva Skavronska-Dolata. Tam adı məhz bu cürdür təcrübəli voleybolçunun. Avropanın bir sıra klublarında mübarizə aparıb və hazırda karyerasını Rabitədə davam etdirir bu voleybolçu. Kitipova qüvvətli zərbə, topu geri qaytarmaq istənilən kimi mümkün olmadı. Düzdür, Dixon topa toxunur, ancaq bu yetərli olmadı. Jitkovanın zərbəsi çox yaxşı alınmışdı Azərreyl komandasından. Hesab yenə bərabərdir, 9-9. Vendolin Ruker servisi yerinə yetirir. Tomkon və xal Rabitəyə verilir. 19. Bu episodda Eldar Zülfüqarov Tomkona qarşı verəcək qaydanın pozulduğunu bildirir. Daha bir təxminən eyni səviyyəli mübarizə, bu dəfə qayda pozulmayıb və Jitkova çox çətin vəziyyətdə zərbə endirə bilir. Castillo daha bir cəhd və bu dəfə xalı qazanmaq mümkün oldu. 11-9. Rabitə 2 xal irəliyə çıxır. 2 xal fərqlə irəlidə də, ancaq görüşün startından sonra biz belə üstünlüyü görmüşük. Azərreyl dərhal bu fərqi aradan qaldırır. Görək bu dəfə necə olacaq. Tomkon səhvə yol verir və artıq fərq minimuma bərabərdir. 10-11. Qeydim ki, Superligada daha bir maraqlı qarşılaşma Azəryol və İqtisadçı komandalar arasında olacaq. Bakı vaxtı ilə saat 18-də başlayacaq həmin görüş. Və Ace xalı Laura Kitipovadan birbaşa komandasına xal qazandırır. Bəli, Azəryol İqtisadçı görüşü Bakı vaxtı ilə saat 18-də başlayacaq və o görüşü də kanalımız vasitəsilə canlı yayımda izləyə biləcəksiniz. Yarımfinal mərhələsinin ikinci cütlüyü mübarizə aparacaq. Rachel Rourke hesabı 12-11 edir komandasının xeyrinə. Cavab qarşılaşmaları qeydim ki, aprelin 9-unda keçiriləcək. Yenə Bakı vaxtı ilə saat 16-da İqtisadçı Azəryola üzrə gələcək və 18-də Azərreyl Rabitə görüşü olacaq. Əgər ehtiyac olarsa növbəti turun qarşılaşmalarına ayın 11-nə nəzərə tutulur həmin turun görüşləri. Final mərhələsi isə, yəni 1-ci və 3-cü yerlər olunda görüşlər 3 qələbəyə qədər nəzərdə tutulub. Fərq 3 olmalıdır. Hansı planda 3 dəfə qələbə qazanmalıdır. Və bu qarşılaşmalar da aprelin 14-nə etibarən başlayacaq. 14-ü, 15-i, 18-i, 20-si və 22-sində aprel ayının keçiriləcək. Və beləliklə Azərbaycan Superliqasının bu mövsümünə yekun vurulmuş olacaq. Hələ ki mübarizə qabaqdadır və ilk turdur yarımfinal mərhələsində. Jitkova Azərreyl hesabda irəlidədir. Aurea Cruz və blokda inamlı oyun. Ayşər Abdüləzəmova və Anastasiya Qurbanova blokda inamlı oynuyorlar. Hesab 14-12 Azərreyl komandasının xeyrinədir. Katerina Jitkova top oyuna daxil etdi. Aurea Cruzdan daha bir cəhd, ancaq bu dəfə də zərbənin qarşısı alınır. Kitipova müdafiə zonasından hücum. Castillo topun qarşısını ala bilir. Aurea Cruz yenə Castillo ilə oynayır. Daha bir cəhd olacaq. Yenə Cruz zərbə indirdi və out. 15-12 bir voleybolçunu, bir oyuncunu bu qədər hücuma qoşmaq təbii ki, effektli nəticə verməyəcək.
Gələk bunu rabitə voleybolçuları başa düşərdilər. 3 dəfə ardıcıl Aurora Cruz hücuma qoşdular və təbii ki, Azərbaycan voleybolçuları blokda onun qarşısında çox inamla ala bildilər. Time-out Eldar Yusubovdan. Servis yerinə yetirilir və daha bir xal Azərbaycandan. Bu dəfə Ayşən Abdüləzimova tək başına blokda Kırsmanoviçin qarşısını aldı. Və texniki fasilə hesab 16-12'dir. 4 xallıq fərq var. Texniki fasilə yekunlaşdı və Azərbaycan voleybolçuları topu oyuna daxil edirlər. Katerina Jitkova. Castillo. Təcrübəli libero səhvə yol verir. Komanda yolaşı demək olar ki, bu epizodda ona mani oldu. Və nəticədə 17-ci xal Azərbaycan qismət olur. Jitkovanın servisləri hələ ki çox effektli alınır. Bunu söyləmək olar. Çox yaxşı verəcək artırıb bu voleybolçu. Telekomda mübarizə aparırdı və hazırda rabitənin niyetinə cəlb, daha doğrusu Azərbaycan niyetinə cəlb olunub. Jitkova gənc voleybolçulardan biridir və kifayət qədər yaxşı təsir bağışlayır. Hesab 17-13'dür. Tomkom topu qəbul edə bilir. Skavronska'nın cəhdi elə də uğurlu alınmır. Anastasiya Qurbanova blok topu geri qaytarır. Daha bir cəhd ola bilər. Ayşən Abdüləzimova yaxşı oynuyor. Milli komandamızın üzvü gənc voleybolçu hesabı 18-13 edir. 5 xallıq fərqi qoruyub saxlayır Azərbaycan voleybolçuları və nəticədə təbii ki, bu üstünlük ilkunda qələbəni gətirə bilər Azərbaycan. Jitkova yaxşı oynuyor. Kitipova. Ötürmə alındı. Kariçin zərbəsi. Xal gətirmir. Rabitənin hücumu və blokaut. 14-18. Fərq 4 xala enir. Aksana Tselyova oyuna daxil oldu və Ayşən Abdüləzimova kənara gəlir. 16 dəqiqədir ki, təxminən qarşılaşma başlayıb və çox maraqlı gərgin mübarizənin şahidi oluruq ilk hissədə. Rachel Rourke. Servisi çox qüvvətli zərbə ilə yerinə yetirir. Hücum davam edə bilər. Təkrar. Zərbə indirmək mümkün olmadı ancaq indi Azərbaycan bunun əvəzini çıxa bilər. Mümkün olmadı. Skavronska yaxşı oynuyor və səhv. Top antendən sol tərəfdən meydana daxil oldu və buna görə də xal Azərbaycan ilə verilir. İzlilik təkrarı. Aurora Cruz qaydalar çərçivəsində topu rəqib tərəfə göndərməmişdir. 19-14. Tomkom qısa ötürmə effektli alınmadı. Tomkom daha bir cəhd olacaq və bu dəfə Rachel Rourke 15-ci xalı qazanda bilir komandasına. Hələ ki, Moxsara Tomkomun ötürmələri heç də yaxşı alınmır. Yalnız ideal ötürmələr edə bilsə, onda komanda yoldaşları həm Skavronska, həm də Rachel Rourke çox effektli hücumçulardır. Hücum zamanı daha doğrusu onlar yaxşı oynaya bilirlər. Aurora Cruz
Tomko, Skavronska. Top geri qaytarılabiləcək mi? Xeyr, mümkün olmadı. 16-19 indi time out ola bilər. Aleksandr Çervyakov. Bəli, belə də edir. Təcrübəli mütəxəssis fərqin 3 xala endiyini gördü və time out götürdü. Time out. Yekunlaşır artıq və servis yerinə yetirildi, lakin səhv. Azarrel'də növbəti səhv. Hesab 17-19 olur. Aurea Cruz top oyuna daxil etdi. Daha bir yaxşı sayıla biləcək servis. Karic. Lockout. 20-17. 20-ci xalı qazanır. Azarrel komandası 3 xal fərqlə yenə irəlidədir. Azarrel. Out. 18-20. Və daha bir səhv. Adi vəziyyətdə Raşel Rork topu qəbul edə bilmir. Əvəzləmə Azarrel niyyətində. Tomko. Qüvvətli zərbə, top geri qaytarılır. Daha bir hücum. Jitkova. Çox önəmli voleybolçu həqiqətən Azarrel üçün. İlk hissədə o öz gücünü göstərdi kifayət qədər. 22-18. Zərbə indirilir, top geri qaytarıldı. Daha bir hücum rabitədən qısa ötürmə və bu dəfə Krsmanovic xalı qazandıra bilir komandasına. 19-22. Servis yerinə yetirildi. Səhv. Jitkova, top blokdan geri qayıdır Kitipova. Qüvvətli zərbə, blokaut. 23-19. Time out. 22-20. Hesap 22-20 dəstən haşlar Azarrel komandasının xeyrindən.
Timeout başa çatır və Notsara Tonkom topu oyuna daxil etdi. Servisi heç də yaxşı qəbul edə bilmir. Azərbaycan voleybolçuları. Daha bir hücum. Skavronska. Ksiliova çox əla oynayır. Daha bir cəhd olacaq. Rachel Rourke. Top geri qaytarılır. Hücum görək nəticə verəcəkmi? Xeyr. Bu dəfə yenə Tonkom inamlı oynayır. Və Skavronska top onun əlinə belə heç də yaxşı istədiyi kimi otura bilmədi. Və nəticədə 23-cü xal Azərbaycan komandasından istədiyi zərbəni indirə bilmir. Topa istədiyi kimi vura bilmədi. Skavronska, Eldar Üsubov. Təbii ki, ilk hissədən narazı görünür. (21-23) fərq 2 xala bərabərdir. İlk hissənin sonunda çox gərgin bir qarşılaşma izləyirik və Dora Horvat oyuna daxil olur Skavronska'nın əvəzinə. Dora Horvat. Servis yerinə yetirildi. Ksiliova. Hücum alınacaq mı? Out. Hətta blok out. Blok out 24-cü xal deməkdir bu. Set point Azərbaycan üçün. Yarımfinal mərhələsi çox gərgin başlayır. Oraya Cruz. Top geri qaytarılır. 22-24. Fərq yenidən 2 xala enir. Servis yerinə yetirildi. Ketipova. Qurbanova. Top bloka dəyərək gücünü azaldır. Rachel Rourke. Onun zərbəsi də beləcək blokda qalır. Karic. 25-ci xal. Duşanka Karic. 25-22 edir hesabı və ilk hissə Azərbaycanın üstünlüyü ilə başa çatır. Bir qədər sonra qarşılaşmada ikinci hissə başlayacaq.
Artıq ikinci hissə başlayır görüşdə. Rabitə Azərbaycan maçında yarımfinal mərhələsinin ilk qarşılaşmaları və ilk oyun Rabitə ilə Azərbaycan arasında keçirilir. Üçüncü dövrənin ilk oyunlarına əsasən birinci olan Rabitə, dördüncü olan Azərbaycan ilə qarşılaşır və 2 qələbəyə bu komandaların dueli olacaq. İlk oyuna görə hansı nəticə qeydə alınacaq? Eldar Yusubov yəqin ki, pasidə lazımi tapşırıqları verdi Rabitə voleybolçularına və Motsara Tomkomla Rabitə komandası ikinci hissəyə başlayır. Tomkom və ilk xalı Rabitə qazanır Motsara Tomkomla. Azərbaycanın cavabı necə olacaq və blok inamlı oynayır. Raşel Gorkla Kırsmanoviç blokda ikinci xalı qazandırır komandasına. Ketipova və blokda yenə inamlı oyun. Ardıcıl 2 xal blokda. Kırsmanoviç Rork cütlüyü blokda inamlı təsir bağışladı. Servis yerinə yetirilir. Motsara Tomkom'dan daha bir effektli servis və yenə blokda inamlı oyun. Bu dəfə Skavronska tək başına əla oynayır. 4-0. Çox pis başladı ikinci hissəyə. Azərbaycan. Tomkom. Və bu da o pis başlanğıcın davamı. 5-0 olur hesab. Dušan Kakalić səhvi yol verir və yəqin ki, indi belə də olur. Time out. Çervekov'dan. Time-out başa çatır və Motsara Tomkom servislərinə davam edir. Bu da 6-cı xalı Motsara Tomkom ardıcıl 6 xal qazandırıb. İkinci hissənin startına etibarən servislərdə fikir verin Rabitə voleybolçuları hesabı hansı həddə çatdırıblar. Təbii ki, burada Azərbaycanın üzvlərinin inamsız oyununu getməyə lazımdır. Yenə Tomkom və az qala 7-ci xal gələcəkdir. Hücum Tomkom mövqeyinə qayıdıb zərbə indirilir və bu da 7-ci xal. 7-0. Motsara Tomkom. Taylandlı voleybolçu topu oyuna daxil edir. Ümumiyyətlə topu qəbul edə bilmir nədənsə Azərbaycan voleybolçuları. Castillo. Ötürmə etdi Skavronska. Topu götürmək mümkün olur. Azərbaycan hücumu davam edəcək. Jitkovanın zərbəsi dəf edildi. Daha bir cəhət və out. 8-0. Texniki fasiləyə açıq-aşkar üstünlüyə yollanır Rabitə voleybolçulara.
Servis yerinə yetirilir. Texniki fasilədən sonra Tomkomla davam etdi servislər. Aurea Cruz yaxşı oynuyor. Və indi yeridən Azərrelin hücumunu izləyəcək. Daha bir cəhd. Bu dəfə də topun qarşısı alındı. Rock və top geri qaytarılır. Out. 9-0. Heç cür özünə gələ bilmir. Azərrel voleybolçuları heç cür bu seriyanın qarşısını ala bilmirlər. Yəni bu üstünlük çox böyük sayılmalıdır və yəqin ki, ikinci hissə üçün əsas olan üstünlüyü ələ keçirə bilib Rabitə voleybolçuları və bu da 10-cu xal. 10-0. Çox nadir hallarda belə bir üstünlük müşahidə olunur, həm də rəqibin xalsız, belə desək, rəqibə heç bir xalla cavab verə bilməsi çox nadir hallarda görünür Superliqamızda. Azərrelin hücumu və blok 11-ci xal. 11-0. Növbəti əvəzləmə Ülker Kərimova oyuna daxil olur. Sanki artıq bu hissəni rəqibə verir Çervyakov və gənc voleybolçuları meydana buraxdı. Üçüncü vacib hissə üçün hazırlaşacaq Azərrel komandası. Çünki bu fərq artıq aradan çətin ki qalxsın. Bəli, 12-0. Motsara Tomkom oyunun startına etibarən servislərlə komandasına ardıcıl xallar qazandırır. Ülker Kərimova topu heç də yaxşı qəbul edə bilmir. İndi fərqi azaltmaq olar. Lakin mümkün olmadı bu hücumda. Skavronska! 13-0. Və time-out Çervyakov'dan. Time-out başa çatdı və görüş davam edir. Hesab 13-0'dır. Ülker Kərimova topu qəbul edə bilir. Hücum və 14-cü xal. Batista topu meydanın rəqibə aid olan səsinə, vurmaq əvəzinə elə tora vurmaq qərarına gəldi sanki. Tomkom 15-ci servisi və nəhayət ki, bu seriya qırılır. 1-14. Ardıcıl 14 xal qazandırdı komandasına. Bəlkə də bu rekord göstərici olmalıdır. Çünki ardıcıl bir voleybolçunun bu qədər xal qazanması Superliqamızda mənə elə gəlir təkrarlanmamışdır. Olmamışdı belə bir hadisə. Tomkom, Skavronska topu qaytarmaq mümkün olur. Daha bir hücum olacaq. Yenə Tomkom hücuma qoşulur. Rachel Rourke. Aksana Ksilyova çox çalışdı, ancaq mümkün olmur. 15-11. 15-1 daha doğrusu. Rachel Rourke qüvvətli zərbə edilmişdi. Servis Skavronskadan. Polşalı topu oyuna daxil etdi qüvvətli zərbə ilə. Kitipova qüvvətli, ancaq dəqiq zərbə alınır. Bu zərbənin qarşısında aciz qaldı Skavronska. 2-15. Batista topu oyuna daxil edir. Tomkom, Aurea Cruz 16-cı xalı qazandırır komandasına və texniki fasiləyə böyük üstünlüklə yollanır Rabitə voleybolçulara. 16-2.
Azarel'in hücumu istənilən kimi ilk onu aşmır. Anastasiya Qurbanova və 17-ci xal. 17-2. Krsmanovic. Hücuma qoşulur. Çox qüvvətli, eyni zamanda effektli zərbə Serbiyalıdan Dušanka Karić'dən. 3-17. Fərq təbii ki, böyüdür. Hesab arasında. Arekus, Tomkom qısa ötürmə. Zərbə alınmadı. Yenə Tomkomun ötürməsi yaxşı alınmır. Azarel'in hücumu. Top. Hakim qərarsız qaldı. Qərarsız qaldı. Sonda xalı Azarel komandasına verir. 4-17. On 8-ci xal gəlir. 18-4. Bu hissədən sonra hesab bərabərləşəcək, ancaq indi Raçel Rok səhvə yol bilir. Növbəti səhv və 5-ci xal Azarel'ə. 5-18. Tomkom, Aurea Cruz. 6-cı xal. 6-18. Rabitə voleybolçularının hücumu, Aurea Cruz'dan daha bir cəhd, top geri qaytarılır və hücum davam edir. Yenə Cruz, bu dəfə də zərbə effektli alınmır. Yenə Cruz hücuma qoşuldu və out. Artıq ilk hissədə biz bunu görmüşdük. Bir voleybolçunu ardıcıl 3 dəfə hücuma qoşmaq nəticə vermir. Ancaq yenə Cruz'un 3 dəfə hücuma qoşulması nəticəsiz başa çatdı gördüyünüz kimi. 7-18. Rus, Tomkom, qısa ötürmə, zərbə effektli alınmadı. Aldadıcı cəhd Laura Kitipovadan. 8-18. Xal fərqi 10-a bərabərdir. Anastasiya Qurbanova topu oyuna daxil edir. Out. 19-8. Fərqin təbii ki, böyük olması bir qədər rabitə voleybolçularını arxanlaşdırır. Və belə olan təqdirdə fərq bir qədər azaldı. Ancaq çox maraqlı, gərgin mübarizə nəyə gəlir 3-cü hissədə olacaq. 28. Cruz. Top meydanda yerə düşür. 21-8. Jitkova. Oyuna daxil oldu və Yunesko Robles kənara gəlir. Cruz. Daha bir səhv. Dušanka Karić'dən 22-8. Aurea Cruz artıq qələbəyə çox yaxındır. İkinci hissədə rabitə voleybolçuları Dušanka Karić'dən zərbə. Castillo çox yaxşı oynayır. Aurea Cruz Skavronska'nın hücuma qoşdu və səhv. Top anteninə dəyir və nəticədə hesab 9-22 oldu. Dušanka Karić. Tomkom.
Skavronska və 23-cü xal. 23-9. Təbii ki, bu hissədə Notsara Tomkomun 14 xallıq göstəricisi çox böyük önəmli oldu rabitə üçün. Və 24-cü xal. 24-9. Set point rabitə üçün. Kitipova qısa ötürmə və dəqiq zərbə. Gwendolyn Roker'dən. On 24. Roker. Auraya Cruz, Notsara Tomkom. Səhvə yol vermişdi və Kırsmanoviçin zərbəsi effektli alınsa da top geri qayıdır. Skavronska aldadıcı cəhd alınmadı. Azərreylin cavabı. Görək necə olur, bir nəticə vermir. Və blokout. 11-24. Roker topu oyuna daxil etdi və bu da 25-ci xal. 25-11 ümumi hesab bərabərləşir və bizi çox maraqlı, gərgin keçəcək bir 3-cü set gözləyir. Bunu əminliklə söyləmək olar. Hələ isə fasilədir. Dalgaları elinden sahile çektim ben. Keş bunu göreydin sen. Gözlerde akar sular süzüler. Güneş seni soruşar her seher oyananda. Eşkimi sana hediye gönderdim. Yıldızlarla bezedim. İlk defa görüşende nağmemi sana hediye gönderdim. Yüreğimle besledim. Ruhumla danışanda seni düşünende. Bulutların üstünde, küreklerin içinde, tələsirəm yanına. Həyat ışık, hər tərəf bir yaraşır, sevgi bizə yaraşır. Əziz tamaşaçılar, artıq 3-cü hissə başlayır. Ümumi hesab bərabərdir. 1-1 və 3-cü hissəyə xalla başlayan tərəf rabitə komandasıdır. Səhvə yol verdi Azərreyl voleybolçuları. Hesab 1-0'da hazırda. Notsara Tomkom servisi yerinə yetirir. Bu dəfə topu qəbul etmək mümkün oldu və top meydandan kənara vurulur. 2-0. Yenə Notsara Tomkom topu oyuna daxil etməlidir.
Servisləri çox effektli alınır bu voleybolçunun. Duşanka Kaliç Kitipova. Qurbanova və top meydanda yerə düşür. 1-2. Fərq minimum endi. Bu hissədə çox gərgin görüş olacağını artıq proqnozlaşdırma olar. Çünki bu hissə çox şeyi həll edəcək. Yəni üstünlük görək hansı tərəfin yanında olacaq. 3-1. Skavronska topu oyuna daxil etməlidir. Katarzyna Skavronska. Çox qüvvətli zərbələri var bu voleybolçunun. Top geri qaytarılır Kitipova. Hücuma qoşuldu Kariç. 2-3. Duşanka Kariç. Serbiyalı voleybolçu fərqi azaldır. Servis yerinə yetirildi. Avrayakus, Tomkom ötürmə edilir və Rachel Rourke heç kim ona mani olmurdu, ancaq o topu meydandan kənara vurur. 3-3. Dördüncü xalı rabitə voleybolçuları qazanırlar. Yenidən hesab bərabərləşir. 4-4. Servis hazırda yerinə yetiriləcək. Sanya Starovic oyuna daxil oldu. Rabitənin heyətində təcrübəli Serbiyalı voleybolçu və topu indi o özü yerinə oyuna daxil edəcək. Servisi o yerinə yetirəcək. Starovic səhvə yol verir. 5-5. Aldadıcı cəhd alınmır, ancaq səhvə yol verdi. Azərbaycan voleybolçulara hesab 6-5 olur. Kruz. Kitipova. Jitkova. Hesabı yenə bərabərləşdirir. Katerina Jitkova. Ruker. Castillo. Tomkomun ötürməsi çox yaxşı alınır və Dixon hesabı 7-6 etdi, komandasının xeyrinə dəyişdi. Dixon. Kitipova qısa ötürmə, dəqiq zərbə alınır və Ksilyova səhvə yol verdi. Hesab 8-6 olur rabitə. İlk texniki fasilə üstün yollanır.
Səhvə yol verir. Aurea Cruz. 7-8. Hesab bərabərləşir. 8-8 olur hesab. Azarel hücumu Jitkova. 9-8. Onuncu xal. Azərbaycan voleybolçularından hesab 18 olur. Sanya Staroviçin oyuna daxil olmağı heç nəyi dəyişmədi. Əksinə komandasının oyununda bir qədər geriləmə artıq müşahidə olunur. Saratonkom, Skavronska, Kiselyova yaxşı oynayır. Daha bir cəhd və hesab 9-10'dur. Hesab 11-9'dur. 2 xallıq fərq var. Azərbaycan üstünlüyü ilə keçir. Üçüncü isə Jitkova. Və bu da Tomkomun növbəti səhvi. Bu voleybolçu ötürmələr zamanı çox səhvə yol verir. Və təbii ki, bu da fikir verir. Adi bir vəziyyətdə ötürücü belə səhvə yol verməli deyil. Başa düşmür komanda yoldaşını Qısmanoviçin. Jukovanın xatırlamaq olar. Təcrübəli Ukraynalı voleybolçu var idi. Rabitənin heyətində onun ötürmələri zərgər dəqiqliyi ilə alınırdı. Xatırlayaq əslində tamaşaçılar. Ancaq Tomkom bu mövqedə həmin o voleybolçudan çox geri qalır. On. Abdüləzimova'nın servisi effektli alınır. Sanya Staroviç fərqi yenidən 2 xala indirir. 11-13. Krsmanoviç. Birisi Karic topu qəbul edir. Qurbanova. Kiselyova. Azərbaycan hücumu, Anastasiya Qurbanovanın zərbəsi və out. 12-13. Fərq minimuma indi. Növbəti servis. Qısa ötürmə və Ruker yaxşı oynayır. Çox gərgin mübarizə, rabitə fərqi minimuma endirir. Sanya Staroviç Serbiyalı voleybolçu top oyuna daxil etdi. Karic topu yaxşı qəbul etmir. Duşanka öz hücuma qoşulur və blokda inamlı oyun. Hesab bərabərdir, 14-14.
Çox pis yerinə yetirdi Starovic servisi. Bu voleybolçu əvvəlki formasından xeyli uzaqdır. Qüvvətli zərbə, blok, inamlı oynayır. Jitkova. Texniki time-out 16-14 Azərreyl əlindədir. 16-14 hesab ilə Azərreyl texniki fasiləyə üstün yollanır. Castillo ötürmə, oraya Cruz. 15-16. Topu çətinliklə qəbul etmək mümkün oldu. Tomkon zərbə və blok. Jitkova komandasına 17-ci xala qazandırır. Güvendalin Ruker'in əvəzinə meydançaya Ruker Şəfaqət kənara gəldi Həbibova və çıxır. Şəfaqət Həbibova oyuna daxil olur. Skavronska 16-17. Fərq yenidən minimum menir. Hesab bərabərdir əslən oyuncular. Servis yerinə yetirildi. Səhv və xal Rabitəyə verilir. 18-17. Skavronska top geri qayıdır blokdan. Tomkom daha bir dəfə qoşulur hücuma. Polşalı voleybolçu bu dəfə də alınmadı. Natsara Tomkom 3-cü dəfə Skavronska'nın hücuma qoşur. Nəhayət ki bu dəfə xal qazanmaq mümkün olur. 19-17. Time-out Azərreyl 17-19.
Hesab 18-19'dur və görüş davam edir. Skavronska hesabı 20-18 edir. Top bloka dəyərək kənara düşür. 19-20. Kruz. Hücuma qoşulur Skavronska. Kselyova. Ketipova, Dushanka Karic və hesab bərabərdir 20-20. Nəhayət ki, 21-ci halı qazanabilir. Rabitə voleybolçulara hesab 21-20'dir. Azeriya komandasında karşılaşıyor. Ülker Kərimova oyuna daxil olur. Jitkovanın əvəzinə. Ülker Kərimova çıxır. İ22, İ20. Fərq yenidən minimum enir. Rabitə komandasında Skavronska'nın əvəzinə meydana 7 nömrə Kayla Banvar çıxır. Ayşən Abdüləzimova səhvə yol verir. Oyuna yenicə daxil olan voleybolçu. Kayla Banvart. Əvəzləməyə ehtiyac var idi mi? Əvvəl Yusufova. Bunu soruşmaq lazımdır. 22. Və time out. Və 23-cü xal Rabitə voleybolçularından. Ketipova. Qurbanovanın zərbəsi dəf edilir. Notsaratomkom, Aurea Kruz və 24-cü xal, 24-22. Time out Azər. Time out Çervyakov'dan. Dayan bir sene sözüm var.
Time-out başa çatır. Set ball. Sonuncu xal ola bilər bu Rabitə üçün. Karic. Topu çətinliklə də olsa götürə bilir. Rabitə voleybolçuları Əhsən. Bombard. 23, 24. Aciz qalır. 23-24. Servis yerinə yetirildi. Tomkom qısa ötürmə. Yenə pis alınır. Və Azərreyilin hücumu da Xalla yekunlaşmadı. Ülker Kərimova topu qaytarır. Duşanka Karic blok. İnanlı oynuyor. Daha bir hücum izləyəcəyik Rabitə komandasından. Qısa ötürmə və 25-ci xal. 25-23 və Rabitə 2-1 hesabı ilə irəli çıxır. Setlərin ümumi hesabında və bir qədər sonra görüşdə 4-cü hissə başlayacaq. Əziz tamaşaçılar, artıq Rabitə Azərreyil qarşılaşmasında növbəti hissə başlayır. Rabitənin 2-1 hesablı üstünlüyü var setlərdə. Və növbəti hissəyə Azərreyil voleybolçuları xalla başlayırlar. İzləyirik təkrarı, block out. Anastasiya Qurbanova komandasına ilk xalı qazandırdı bu hissədə. Jitkova. Aurea Cruz. Tomkomdan ötürmə. Hücum alınmadı istənilən kimi. Azərreyilin buna cavabı necə olacaq və hesab 2-0 olur. Jitkova səhvə yol verdi və hesab arasındakı fərq minimuma inir. 1-2.
3-1. Azərbaycan voleybol hücumu davam edəcək. Kariçin zərbəsi və hesab 4-1 olur. Daha bir səhv. Hesab arasındakı fərq daha da artır. 5-1. Eldar Yusubov indi bu gelişə təbii ki dur deyə bilər. Bəli. Time out. Hesab 5-1 Azərbaycanın xeyrinə gedir. Time out başa çatır. Hücumda dindir Rabitə voleybolçuları və qüvvətli zərbə. Dəqiqə alınır Saniya Staroviç. 2-5. Kırsmanoviç. Səhvə yol verir Duşanka Kariç və hesab 3-5 olur. Kariç özü hücuma qoşulur. Blok inamı oynadı və indi çətinliklə də olsa topu qaytarmaq mümkün olur. Azərbaycan voleybolçularının hücumu və səhv. Anastasiya Qurbanovadan 4-5. Servis yerinə yetirildi və Kariçdən növbəti səhv, hesab bərabərdir. 5-5. 4 xallıq fərqi aradan qaldırdı. Rabitə voleybolçuları o ilk dəqiqələrdəki startda olan səhvlər aradan qaldırılır və Kariç heç cür özünə gələ bilmir. Ancaq bu səhvini düzəldə bilərdi blokda. Alınmadı, blok out. 6-5. Və indi Aleksandr Çervyakov Azərbaycan komandasının baş məşqçisi time-out götürülən olur. Yatmış bəxtim gülsün, ora bura görsün, sürsün, qəmgələri yazdırsın. Sevgiler gəlsin, eşkleri əstirsin, hər şeyi bozulsun. Adını yazdım şəhərə, açılan hər bir səhərə, adını yazdım yerlərə, göylərə sevgilim, adını yazdım şəhərə, sən çox sevən. Time-out başa çatır və növbəti səhv Azərbaycan voleybolçularından Jitkova ilə Kariç bir-birlərinə mane oldular. Duşanka Kariç bu hissədə çox pis təsir bağışlayır və ola bilsin o əvəzlənsin. Xeyr, Jitkova əvəzləyir. Çervyakov əvəzində Ülker Kərimova gənc voleybolçu meydana daxil olur. 1994-cü ildəndir Ülker Kərimova. 20 yaşı var o voleybolçunun. Servis yerinə yetirilir. Kərimova topu yaxşı qəbul edə bilmədi. Hücum da istənilən kimi alınmır. Skavronska
Tomkom'dan qısa ötürmə, dəqiq zərbə. Dixon hesabı 7-5 edir. Daha doğrusu 8-5 olur hesab əslində. Texniki fasiləyə rabitə 3 xallıq fərqlə üstün yollanır. Texniki fasilə başa çatır. Bu hissədən ilk texniki fasiləsinə üstün yollamışdı rabitə voleybolçuları və artıq görüş davam edir. Ülker Kərimova ötürmə edilir, zərbə də alındı, ancaq effekti alınmır bu zərbə. Tomkom, Cruz, Ülker Kərimova topa toxuna bildi. Çətinliklə də olsa topu geri qaytarma mümkün olur. Daha bir hücum, daha bir ötürmə, Cruzdan aldadıcı cəhd. Heç yerində bir atdım deyildi bu. Eldar Yusupov da buna əsəbləşir, ancaq Cruz səhvini düzəltdi. 9-5. Blokda inanlı oyun rabitə voleybolçusundan. Fərq 4 xala yüksəlir. Anastasiya Qurbanovanın zərbəsi dəf edilir blokda. Və yenə Qurbanova səhvə yol verdi. 15. Fərq getdikcə artır. Təbii ki, bu cür oyun Azərrelin ilk görüşdə rabitəyə uduzmasına gətirib çıxaracaq. Cavab qarşılaşması qeydin ki, 2 gün sonra keçiləcək. Aprelin 9-unda. Blokda daha bir inanlı oyun, ancaq top meydandan kənarda yerə düşür. Blokout 6-10. Anastasiya Qurbanova. Səhv. Rabitə voleybolçularından fərq 3 xala enir. 7-10. Tomkom. Cruz. Top geri qaytarılır. Yerdən Tomkom ötürmədir Avraya. Cruz və blokda bu dəfə Laura Kitipova inamlı oynayır. 8-10. 8-10. Tomkom. Ötürmə Starovic. Top meydanda yerə düşür. 11-8. Bugün ikinci yarı final oyununda İktisatçı ve Azer Yol komandaları görüşürler. Çok meraklı oyun göreceğiz. ...12-8. Silyova. Karişin zərbəsi. Dəf olunur. Və Dixon. Fərqi bir qədər də artırır. Tetori Dixon. 13-8. Yenə fərq 5 xala yüksəlir. Servis yerinə yetirildi. Ülker Kərimova səhvə yol verir. Topu qəbul edərkən və növbəti xal. Out. Xeyr, xal. Azərrel komandasına verilir. Hesab hazırda 9-13'dür.
Görüşün baş hakimi daha sonra kararını dəyişdi birinci referisi. 9-13. Twitter'da da hesab yəqin ki düzələcək. Hesab 9-13'tü. İndi 14-cü xalı qazanır Rabitə voleybolçuları. 14-9. Aurea Cruz topu qəbul edərkən yenə düzgün oynamadı Azərbaycan voleybolçuları. (15-9) fərq bir qədər də artır. Cruz Selyova yaxşı oynadı. Jitkovanın zərbəsi və top meydandan kənarda yerə düşür. 16-9 və texniki fasiləyə də üstün yolanan tərəf Rabitə voleybolçularıdır. Aurea Cruz top oyuna daxil etdi. Növbəti aldı Abdülcəhət Lora Kitibova. Bundan əvvəlki hissədə də bu cür addım atmışdı və komandasına xal qazandırmışdı. 10-16. Castillo. Skavronska. Effektli zərbə. 17-10. Dixon topu oyuna daxil edir. Ketipova'dan ötürmə. Blok bu dəfə zərbənin qarşısını ala bilmədi. Dixon topu qəbul edə bilmir. Hesab 11-17 oldu. Azarel'in hücumu və blok bu dəfə inamlı oynayır. Selyova ötürmə. Topa toxundu Skavronska. Daha doğrusu topa deyil. Tora toxundu. Nəticədə xal rəqibə verilir. 12-17. Bu dəfə səhvə yol verən Lora Kitipova'dır. 18-12. 6 xallıq bir fərq var hesab arasında. Tomko. Kitipova qısa ötürmə. Zərbə ilə də effektli alınmır. Skavronska və 19-cu xal. 19-12. Fərq 7 xala bərabərdir. Və time-out. Aleksandr Çervyakov time-out. 12-19.
Otsara Tomko servisi yerinə yetirir. Ketipovadan qısa ötürmə və Abdüləzimovanın zərbəsi alınmadı. 20-12 fərq 8 xal artıq deməkdir və bu fərqi aradan qaldırmaq çox çətin məsələdir. Ketipova. Daha bir zərbə, blokaut. 13-20. Azarel voleybolçular hücum quracaqlar. Ketipova. Kaniçin zərbəsi və 21-ci xal gəlir. 21-13. Arvat səhvə yol verir. Oyuna daxil olan ki. Arvat. Tomko'nun ötürməsi Auraya Cruz. Zərbəsi effekti alınmır, ancaq blokda inanlı oyun. 22-14. Duşanka Kaniçin zərbəsi dəf edilir. Starovic o blok sərtini keçə bilmir. Selyova. Anastasiya Qurbanova. Çox qüvvətli zərbə. Evet, Dora Horvat bu zərbənin qarşısını ala bilmədi. 15-22. Çox gözəl oyun. Saniya Starovic təcrübə sözünü deyir. 23-15. Fikir verin. Heç əziyyət çəkmədi. Uzaq nöqtəni dəqiq görür və topu ora ünvanlayır. Starovic səhvə yol verir ardınca da. 16-23. Dora Horvat oyuna daxil olduqdan sonra müsbət addım olaraq heç nə atmayıb. Topu oyuna daxil olarkən səhvə yol verib. İkinci dəfədə artıq oyun epizodunda səhvə yol verir. Sanki rəqibə xallar vermək üçün meydana daxil oldu bu voleybolçu. 24-17. Match point. Rabitə üçün artıq qeyd-imkəsli tamaşaçılar yarım final mərhələsində ilk görüş başa çatmaq üzrə. Bu qarşılaşmadan sonra isə Bakı vaxtı ilə saat 18-dən etibarən siz Azəryol iqtisadçı görüşünü də canlı olaraq izləyə biləcəksiniz. Həmin qarşılaşmada turun ikinci oyunudur. Səhvə yol verir Dixon. Bəli, bu oyunlardan sonra isə cavab qarşılaşmaları ayın 9-unda keçiriləcək. İqtisadçı Azəryol və Azəryol Rabitə görüşləri ehtiyac olarsa isə 3-cü tura ayın 11-də bu tur nəzərdə tutulub və final mərhələsinə aprelin 14-də start veriləcək. Yekun oyunlar isə aprelin 22-sində olacaq və beləliklə Superliqanın qalibi müəyyənləşmiş olacaq. Tomko. Dora Horvat. Zərbə ilə də effekt alınmır. Aldadıcı cəhət. Çox yaxşı oynayır Castillo. Az qala özü də hücuma qoşulacaqdı. Ketipova daha bir aldadıcı cəhət. Bu dəfə də topa çatmağa çalışır, lakin mümkün olmadı. 19-24. Fərq 5 xala enir. Tomko. Dixon. Blok səttini keçə bilmir. Dora Horvat. Out.
20-24. Həbibova topu oyuna daxil etdi. Tomkomdan ötürmə. Staroviçin zərbəsi effektli alınmır. Sanki rabitə voleybolçuları rəqibin səhvi yol verməsini gözləyirlər. 21-24. Dora Horvat nəhayət ki oyundan çıxıb. Nəhayət ki. Sanki rəqibin voleybolçusuydu. Şəfaqət Həbibova topu oyuna daxil edəcək. Skavronski oyunda fərq 3-ə bərabərdir. Azərbaycan voleybolçularından əzimkar mübarizə izləyirik. Tomkom ötürməsi və bu da yekun. Motsara Tomkom komanda yoldaşlarının edə bilmədiyini özü etdi və 25-ci xalı qazandırır komandasına. İlkunda isə rabitə Azərbaycanı 3-1 hesabı ilə məğlub edir ilk oyunda. Bir qədər sonra isə Azəryol və iqtisadçı komandalar qarşılaşacaq. Əsəmahaçlar hələ isə mən sizinlə sağollaşıram. Yayımın rejissoru Sənan Şakəldiyev idi. Görüşü isə sizə mən Ramiz Mirzəzadə şərh etdim. Sağ olun, salamat qalın.